Değerli dostlar, her vaxtınız xeyir olsun. Bundan önceki videomuzda biz imtahandan önce neler etmemiz lazımdı suallarına cevap vermiştik. Bugünkü videomuzda ise imtahanın içerisinde nelere dikkat etmeliyik, necə etməliyik ki, diqqətimiz dağılmasın, suallara tam şəkildə adapte olabilək deyə. İlk önce imtihana girdiğimiz zaman sinifte, yani bilirsiniz ki hardasa bir yarım saat 20 dakika önceden sınıfa giririk ve imtihanın başlanması en az 20 dakika yarım saat kalmış olur ve uşaqlar bəzən bir-birlərlə söhbət edirlər, hətta tanış çıxanlar belə ola bilir. Bəzi uşaqlar olur ki özləri haqqında şişirdilmiş cümlələr işlədirlər. Mən heç vaxt 600-dən aşağı düşməmişəm, sınaqlarda 650 bal toplamışam ya da bir neçə dəfə olub ki 700 bal toplamışam. Əmin olun ki savadlı uşaqlar bu tip cümlələri işlətməzlər. Onlar adətən kənarda durarlar, sadəcə ətrafı müşahidə edərlər. Əgər belə uşaqlar danışırlarsa, bilin ki, içi boş cümlələrdir bunlar və bu tip cümlələrlə özünüzü stresə salmayın. Yəni bu cür uşaqlara baxıb da, ay mən heç nə bilmirəm, gör bunlar belə yazacaqsa mən necə yazacağam, ya da ki elə yaxşı yerləri onlar tutacaqlar şəklində fikirlərə düşməyin və ətrafınızdakı insanların bu cür düşüncələrinə diqqət etməyin. İkinci, eynəklilərə fikir verməyin. Nə demək istəyirəm bununla? Bəzi uşaqlarda olur ki, belə bir fikir formalaşır. Bu uşaq eynək taxırsa, mütləq çox savadlı uşaqdır, çox yaxşı oxuyan uşaqdır. Ona görə eynək taxır. Bir sinifdə görünə qədər eynək taxan var. Bunlar çox yüksək bal toplayacaqlar. Mən heç nə bilmirəm. Mən də bu düşüncədəydim açıqcası. İlk dəfə qəbul imtahanına girdiyim zaman, ama onu gördüm ki yanımda oturan uşaq eynək taxmışdı ama heç nə bilmirdi, heç də yazmamışdı. Kitabçası çünkü karşısındaydı, oradan görə bilirdim. Günümüzdə isə əksər uşaqların ya da elə böyüklərin də fərqi yoxdur. Göz problemi, göz xəstəlikləri o qədər artıb ki, artıq demək olar ki, əhalinin yarısı deyim ya da ki, müəyyən bir qismi eynək taxmağa başlayıblar. Yəni uşaqların, sinifdəki uşaqların bir neçəsi eynək taxırsa, bu onların çox da savadlı olduğu mənasına gəlməz. Bunu özünüzə psixolojik təsir göstərməsinə izin verməyin. Mən bunu şagirdlərimlə bölüşəndə bəziləri dedi ki, heç mən bunu diqqət etməmişdim. Bəziləri də dedi ki, hə müəllimə, bu məndə o fikri oyandırırdı. Yəni belə düşünməyinizə əsas yoxdur. Üçüncüsü, imtihana başlamazdan əvvəl dərindən nəfəs alaq, burnumuzla alaq, qarnımızı şişirdək, tam elə bil ki, oksigen tam bütün bədənimizə yayılsın və ağzımızla verək. Bu bizim stresimizin bir qədər azalmasına səbəb olacaq. Ondan sonra digər bir etməmiz gereken şey, blok imtihanda ya da buraxılış imtihanda fərqi yoxdur. 3 fəndən imtihana veririk. Dostlar, sizə məsləhətim, ən yaxşı bildiyinizdən başlayın və imtihana başlamadan da öncə ya da ki o hansı ki ən yaxşı bildiyinizdən başlayacaqsınız, onun əvvəl ən zəif bildiyinizə vərəhliyib baxmayın ki, görürsən nə sual düşübdür, görürsən yaza biləcəkmi? Kəsinliklə baxmırsınız, maraqlanmırsınız. Çünki o suala baxdınızmı, ən yaxşı bildiyinizi belə yaxşı yaza bilməyəcəksiniz. Çünki fikriniz suallarda qalacaq. Görürsən o sualın həlli necə idi, görürsən mən onu necə yazacaq. Toxunmursunuz. Deyək ki, 4-cü qrup uşağıdırsa, kimyası zəifdirsə, kimyaya baxmadan biologiyasını, fizikasını işləsin, ən sonunda kimyanı açsın. Ya da 3-cü qrup uşağı ədəbiyyat ya da tarix ən zəif bildiyinizsə, Azərbaycan dilindən başlasın, tarixə ümumiyyətlə toxunmasın, ən sonunda onu açsın, ona baxsın. Bu şəkildə özümüzü motivasiya eləmiş olacağıq. Amma yenə deyirəm, nə barədə ən zəif bildiyimizi vərəhləyib baxaq. Çünki bütün bildiklərimiz, bütün fikrimiz ona yönələcək və yaxşı bildiklərimizi belə fikrimizi toparlayıb yaza bilməyəcəyik. Bundan başqa sualların üstündə çox dayanmarıq. Yəni belə deyim sizə, sualı oxudum, heç nə başa düşmədim. İkinci dəfə bir də oxudum, yenə başa düşmədim. Artıq 3-cü dəfə suala dəyməyin. Çünki vaxtınızdan gedir və bir şeyin üstündə nə qədər çox fikirləşəriksə, daha çox əziyyət çəkərik və özümüzü daha çox itirərik. Başa düşmədim, keç digər sualı. Başa düşmədim, keç digər sualı. Daha düşünmək ki, ay Allah, bunu da bilmədim, bunu da bilmədim, bunu da bilmədim. Hər şey düşünməyin. Keçin suallar, işləyə bildiklərinizi işləyin, dayanın. Ondan sonra ən birinci suala, hansı ki işləyə bilmədiyiniz suala dönün.
Çünki insan o sualı bir dəfə oxuyandan sonra beynində istərsiniz o haqqda bir anlayış formalaşır. Və sən ikinci dəfə o sualın üzərinə qayıdanda baxacaqsan ki, bu çox bəsit bir şey imiş ki, mən bunu bilirmişəm ki, görəcəksiniz ki, artıq fikir irəli sürə bilirsiniz o sual haqqında ya da ki, artıq bayaq heç bir cavab tapa bilmirdinizsə, indi iki sual, iki cavab arasında qalmış olursunuz. Yəni sualın üzərində çox durmuruq və ikinci dəfə o suala geri dönürük. Bundan başqa əmin olmadığımız cavabları şagirdlərin dili ilə desək atmırıq. Çünki buraxılış imtahanında bəlkə bunu edə bilərsiniz, çünki buraxılış imtahanında səhv düzü aparmaz. Blok imtahanında isə 4 səhv 1 düzümüzü apardığına görə belə bir şey etmirik. Və mən şagirdlərimə həmişə məsləhət gördüyüm şey budur ki, bir sualı işləyib, əgər bizdən doğrunu soruşur və mən 4 variantın üzərinə xətt çəkirəm ki, bu səhvdir və onun əgər niyə səhv olmasını özümə o dəqiqə cavab verə bilmirəmsə, o sualda problem var deməkdir. Yəni o sualda mən səhv edə bilərəm deməkdir. Xətt çəkdiyimiz, yox bu cavab olmaz dediyimiz variantların niyəsini mütləq özümüzə verməliyik və tətbiq etməliyik. Əgər məndən deyirsə Azərbaycan dilindən bu sualda bu sözün 2 leksik şəkilsi, 2 qrammatik şəkilsi var. Sən onu üzərindən çəkərək bunu özünü sübut etməmisənsə, o sualı səhv etmə şansın çoxdur. Ona görə də sualları cavablandırdığımız zaman onun niyəsini, niyə bu cavabı seçdim ya da niyə bu cavabı seçmədimi niyəsini özümüzə verməliyik ki, yazdığımız cavabdan əmin olaq. Və əsasən də sual işləmə qaydalarına diqqət edirik şagirdlər. Deyək ki, bir neçə tip sual modeli gəlir Azərbaycan dilində ya da digər ixtisaslarda da yəqin ki, elədir. Hansı ki 1, 2, 3, 4, 5 tipli cümlələri verir. Ondan sonra A variantı, B, C, D, E variantı isə həmin o rəqəmləri verir. Əgər bir sualda, o tip sualda 2 dənə əmin olduğunuz cavab varsa, əgər düzü seçirsinizsə və 2 əmin olduğunuz düz cavab varsa, həmin o əmin olduğunuz cavablar olmayan bütün variantları silirsiniz. Ya da bir əmin olub, yəni bir doğru, bir yanlış olan tam tapmısınızsa, sizdən nəyi soruşursa onu saxlayırsınız, o səhv tapdığınızı o dəqiqə üzərinə xətt çəkirsiniz. Baxırsınız ki, əlinizə cəmi 2, maksimum 3 variant qalıb. Bayaq siz 5 dənə variantla məşğul olacaqdınızsa, hal-hazırda ən çox 3 variant qalmış olacaq sizin əlinizdə. Və yenə də deyirəm, özəlliklə bu doğru cavab, uyğun deyil tipli cavablarda deyilin altından xətt çəkirsiniz və variantları oxuduğunuz zaman, əgər o düz fikirdirsə qabağına plus, səhv fikirdirsə qabağına minus qoyursunuz. Fikirlərin doğru və yanlış olduğunu ayırt edəndən sonra baxırsınız sizdən doğrunu mu soruşurdu, yoxsa yanlışı mı soruşurdu? Və bu zaman artıq yenə də çıxma üsulundan, rəqəmləri çıxma üsulundan istifadə edərək çox rahat bir şəkildə doğru bildiyiniz cavabı tapa biləcəksiniz orada. Sizə uğurlar arzu edirəm.